Noyabr ayı səssiz gəlir. Amma içində çox səs var. Dəyişiklik, sınaq, yenilənmə səsi. Bu ay bir çox bürclər üçün ya qərar ayıdır, ya da köhnə vərdişlərlə vidalaşma zamanı. Bürcün nə olursa olsun, bu ay sənə bir mesaj gətirir. Sadəcə dinlə. Bəlkə də elə bu səs səni düşündüyün istiqamətə aparacaq. Əgər dediklərimi izləyərkən sanki səni danışırmışam kimi hiss etsən, deməli, bu videonun sənin üçün yeri var. Ona görə axıra qədər qal. Bəlkə də cavab elə sonuncu bürc də səni gözləyir. Əqrəb, noyabr sənin ayındır. Bəs sən bu enerjini həm güc, həm də sakitlik kimi hiss edirsən. Sevgi sahəsində kiminləsə uzaqlaşmısansa, bu ay ya barışıq, ya da iç rahatlığı gətirəcək. Sən artıq kimin səni sevdiyini deyil, kimin səni anlayıb yanında dayanacağını düşünürsən. Maliyyə sahəsində köhnə bir layihə ya da çoxdan fikirləşdiyin ideya yenidən gündəmə gələ bilər. Tələsmə, sən bir şeyi hiss edəndə nəticə də gəlir. Ev və məişət məsələlərində ailə içində bir uzlaşma havası yaranacaq. Qırılmış münasibətləri düzəltmək üçün doğru zamandır. Əgər bu dediklərim sənə doğma gəldisə, deməli, sən bu ayın ruhundasan. Bu cür proqnozları izləmək üçün abunə ol. Çünki növbəti enerji sənin üçün gələcək. Şir, sən bu ay hamı üçün hər şeyi edən rolundan biraz çıxmaq istəyəcəksən. Sevgi mövzusunda qarşı tərəfdən az diqqət alırsansa, artıq bunu hiss etdirməyin vaxtıdır. Qürur yox, dəyərini bilməkdir bu. Maliyyə tərəfdə biraz sıxıntı olsa da, ayın ikinci yarısında sürətli bir bərpa dövrü gəlir. Sən nə qədər özünə inansan, bir o qədər fürsət açılır. Ev içində xırda mübahisələrə girmə. Çünki bu ay sakit qalmaq sənə daha çox qazandıracaq. Oğlaq, səssiz işləyirsən. Amma bu ay sənin səssiz zəhmətinin səsi çıxacaq. Sevgi sahəsində məsafə varsa, artıq qarşı tərəf sənin dəyərlərini anlayacaq. Maliyyə baxımından noyabrda köhnə borclar bağlanır, yeni yollar açılır. Ev və məişətdə bir dəyişiklik istəyi var. Bəlkə də əşyaların yerini dəyişmək, bəlkə də enerjini. Et, çünki bu ay sənə təravət gətirəcək. Əkizlər, sən bu ay biraz yorulmuş görünürsən, amma içində partlayış kimi ideyalar var. Sevgi sahəsində qarşılıqlıq varsa, məsafə qoymaq yerinə sakitliklə dinləməyə çalış. Bu ay sən özünü ifadə etməkdə çox şey dəyişə bilərsən. Maliyyə sahəsində isə kiçik bir risk böyük qazanc gətirə bilər. Amma planla hərəkət et. Ev həyatında maraqlı dəyişikliklər olacaq. Bəlkə də köhnə dostlardan biri sənin həyatına yenidən girəcək. Əgər bu ay özünü yeni səhifə açmağa hazır hiss etdinsə, abunə ol. Çünki dekabrda sənin hekayən daha da böyüyəcək. Xərçəng, sən bu ay ailə və duyğular arasında bir balans axtarışındasan. Sevgi sahəsində köhnə yaraların səsini eşidə bilərsən, amma artıq onları sağaltma gücündəsən. Maliyyədə bir qədər ehtiyatlı ol. Emosional qərarlar bu dəfə uyğun deyil. Ev və məişət həyatında dərin təmizlik enerjisi var. Bəzən evini dəyişmək deyil, enerjini təmizləmək bəs edir. Bu ay sən sakit, amma dərin bir dəyişiklik yaşayacaqsan. Dolça, bu ay sənin üçün yaradıcılıq və yenidən başlanğıc dövrüdür. Sevgi həyatında gözləmədiyin bir jest səni təəccübləndirə bilər. Əgər münasibətin varsa, bir-birinizi yenidən tanıyacaqsınız. Maliyyə tərəfdə isə yeni bir gəlir qapısı görünür, amma sabitlik üçün səbir gərəkdir. Ev və şəxsi həyatında isə sanki sükunət yaranır. Çoxdan axtardığın o sakitlik, bu enerjini hiss etdinsə, şərhlərdə yaz. Dolçayam və dəyişikliklərə hazıram. Qız, sənin ayın analizlə dolu olacaq. Sevgi məsələsində qarşı tərəfi başa düşmək istədikcə özünü itirmə. Bəzən anlamaq yox, sadəcə hiss etmək lazımdır. Maliyyədə planlı olsan, bu ay sənin üçün sabitlik gətirəcək. Ev və məişət işlərində biraz yorulacaqsan, amma nəticədə rahatlıq tapacaqsan. Qoç, sən bu ay
Ya hər şey, ya heç nə havasındasan. Sevgi həyatında bir qərar vermək vaxtıdır. Ya daha dərinləşir, ya azadlığa çıxırsan. Maliyyə baxımından çox məhsuldar bir dövr gəlir. Amma diqqətli ol. Çünki enerjini yanlış yerə xərcləyə bilərsən. Ev və ailə sahəsində biraz mübahisə olsa da, sonu sülh olacaq. Əgər bu ay bir sıçrayış əldə etmək istəyirsənsə, bu proqnoz sənin üçündür. Abunə ol, çünki növbəti addımda səni böyük dəyişiklik gözləyir. Tərəzi, sən bu ay səssiz görünürsən, amma içində fırtına var. Bir tərəfdə ürəyinin səsi, o bir tərəfdə ağlının dediyi və sən hansına inanacağını bilmirsən. Noyabrda həyat səndən seçim etməyi tələb edəcək. Bəlkə bir insanla, bəlkə bir qərarla, bəlkə də öz keçmişinlə. Sevgi sahəsində bir məsələ qəti şəkildə aydınlaşacaq. Uzun müddətdir bəlkə dediyin bir əlaqə artıq ya bitəcək, ya da canlanacaq. Əgər münasibətin varsa, bu ay səssizcə bir sınaqdan keçəcək. Güvən varsa qalacaq, yoxdursa sakitcə dağılacaq. Maliyyədə balansı qorumağın vacibdir. Çünki bu ay həm gəlir, həm də xərclər artacaq. Amma sən diplomatik olduğun üçün hər vəziyyəti yumşalda biləcəksən. Ev və şəxsi həyatında harmoniya yaratmaq enerjisi var. Bəlkə də öz evini, ruhunu yenidən düzəltmək istəyəcəksən. Unutma, bu ay səni ən çox sevən insan səssizcə sənə baxandır. Əgər bu səni düşündürdüsə, şərhdə balansımı qoruyuram yaz və bu enerjini paylaş. Bəzən bir cümlə bir çox tərəzini balanslaşdırır. Boğa, bu ay sənin üçün səbr və yenilənmə ayıdır. Sən uzun müddətdir içində tutduğun duyğuları artıq azad etməyə başlayırsan. Sevgi sahəsində bir nəfərin sənin həyatına təsiri artacaq. Amma sən bu dəfə sakit qalmaqla qalib gələcəksən. Sən çox vaxt dəyərləndirmədiklərini dəyərləndirən insansan. Amma noyabrda özünü dəyərləndirmək zamanı gəlir. Əgər münasibətdəsənsə, daha çox anlayış və empatiya göstər. Çünki bu ay söz deyil, hiss ön plandadır. Maliyyə sahəsində gözlənilməz gəlir mümkündür, amma səbr vacibdir. Ayın ortasından sonra maddi rahatlıq hissi yaranacaq. Ev və məişət tərəfdə kiçik, amma ruhlandırıcı dəyişikliklər olacaq. Bəlkə bir dekor, bəlkə bir yeni vərdiş səni rahatladacaq. Bu ay sənə bir mesaj var. Öz tempində get, amma dayanma. Balıqlar, noyabr sənə dərin su kimi gəlir. Sakit, amma altında çox şey var. Sən bu ay çox düşünəcəksən, amma bu dəfə ağrı ilə yox, aydınlıqla. Sevgi sahəsində köhnə bir yara üzə çıxa bilər. Amma onu sağaltmaq üçün artıq gücün var. Bəzən bağışlamaq qarşı tərəf üçün deyil, öz sükunətin üçün lazımdır. Əgər münasibətdəsənsə, bu ay səmimiyyət və dürüstlük sınağı olacaq. Qorxma, bu səni daha da yaxınlaşdıracaq. Maliyyə sahəsində biraz dəyişiklik var. Bəlkə iş dəyişikliyi, bəlkə əlavə qazanc. Sən intuitiv qərar versən, düz çıxacaq. Ev və ailə məsələlərində bir qədər nostalji var. Köhnə dostla ya da ailə üzvü ilə barışıq mümkündür. Bu ay sən həm ruhunu, həm evini təmizləyirsən. Əgər səni dərinliklər çəkirsə, yaz şərhdə balıqlar, amma bu dəfə dalğaları idarə edirəm. Sakit enerjin bu videoda çoxlarına təsir edəcək. Oxatan, sənin noyabrın sanki yeni səhifə kimidir. Sən bu ay bir çox şeyi geridə qoymağa qərar verəcəksən. Köhnə vərdişləri, bəzən də səni saxlayan insanları. Həyat səndən biraz cəsarət istəyir, amma bu dəfə sən onu göstərməyə hazırsan. Sevgi sahəsində yenilənmə var. Ya münasibət dəyişir, ya da ürəyində yeni hisslər yaranır. Əgər tək oxatansansa, bu ay gözlənilməz tanışlıq səni ruhlandıracaq. Maliyyə tərəfdə artım enerjisi var. Bəlkə yeni iş, bəlkə əlavə qazanc. Sadəcə risk etməyi bacar. Ev və şəxsi həyatında biraz səyahət və hərəkət havası var. Sakit eyni yerdə qalmaq səni sıxır. Sən azadlıq üçün doğulmusan, amma bu dəfə azadlığı məsuliyyətlə yaşamağı öyrənəcəksən.
Noyabr hər bürc üçün fərqli bir dərs gətirir. Kimisi buraxmağı, kimisi dözməyi, kimisi isə öz dəyərini bilməyi öyrənəcək. Bürcün hansısı olsa da bu ay səni dəyişdirməyə gəlir. Əgər bu proqnozlarda özünü tapdınsa, səssizcə bir bəyənmə qoy. Çünki bu sənin həyatında doğru istiqamətə bir addımdır. Bəzən bir klik belə taleyin simvoluna çevrilir. Növbəti videolarda eşidilərik.